Aleykum əssalam. Sual belədir ki, eşitdiyimə görə müsəlman nişanlığı zamanı nişanlısı müsəlman nişanlandığı zaman nişanlısı ilə nikah bağlamalıdır ki, onlar bir-birinə naməhrəm olmasın və danışa bilsinlər. Və bu halda evləndikləri zaman nikah ehtiyac varmı? Təbii ki, əgər valideyn, yəni qızla oğlan nişanlandığı zaman əgər valideyn onların yalnız danışmağı üçün nikah kəsməyə razılıq verirsə ki, nikah kəsməyə razıyam bu şərtlə ki, yəni qızıma toxunmayacaqsan, yalnız və yalnız evə gələndə, gedəndə danışmağa, eləməyə, harasa gedəndə aparıb ötürməyə və bundan ötürü nikah kəsilirsə, bəli, o qıza toxunmaq olmaz. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Əl-muslimun alə şurutihim" müsəlmanlar öz şərtlərin üzərindədir. Yəni sən elçi gedirsən, nişan aparırsan və sən qızın atasına deyirsən ki, bəs biz naməhrəmik, biz danışmaq istəyirik, nə bilim, harasa gəzməyə aparmaq istəmək və s. Atası da bu şərtlə izin verir nikaha. Yəni nikah kəsib sonra 5-6 ildən sonra qıza deməyəsən ki, bəs sən mənim halalımsan, mən sənin halalınam, nə bilim öpəsən onu, sonra əl toxunasan və s. Bir də gördün ki, artıq yaxınlığınız da olub toydan qabaq və bunu eləmək olmaz. Yəni nikahı nədən ötürü atası sənə razılıq veribsə, o məqsəddən istifadə olunmalıdır. Və bu nikahda ikinci dəfə toy günündə əlavə nikah kəsməyə ehtiyac yoxdur. Bu nikah elə səhih nikahdır. Amma qıza toxunmaq eləmək, bunlar eləmək olmaz. Hətta toy olmayana qədər. Çünki atası nədən ötürü nikaha icazə vermişsə, nikah da o üzərində də qorunmalıdır.